birinci, dördüncü qrup şagirdlər elastiklik qüvvəsini keçəndə F bərabərdir K vurulsun X düsturunu bilir. K orada sərtlikdir. Biz də deyirdik ki, K orada F-dən və X-dən asılı deyil. Bəs nədən asılı olacaq? Bir materialın növündən asılıdır. Məsəl üçün, alüminium daha yumuşaqdır, əlimizdə onu əyə bilirik. Polad isə elə deyil. Poladı əlimizdə forma vermək çətin məsələdir. Bir də cismin həndəsi ölçülərindən asılı olacaq. Buna bir uzunluğu, bir də eni daxildir. En kəsiyinin sahəsi. Uzunluğu ilə necə əlaqədardır? Cisim nə qədər qısa olursa, o qədər sərt olur, möhkəm olur, qırmaq çətin olur. Məsəl üçün, bir spicka fikirləş, onun ilk ölçüsündə rahatlıqla qıra bilərsən də bunu. Ancaq ikinci dəfə ya da üçüncü dəfə qırmaq istəyəndə, hər dəfə bunu təkrarlayanda, o balacalaşır deyənə, onu qırmaq çətin olur. Bir də en kəsiyin sahəsindən asılı olacaq. Bir karandaşı əlində rahatlıqla qıra bilərsən, ancaq qalın bir çubuğu ya qıra bilməyəcəksən, ya da çox çətin olacaq, bu çox qüvvət tələb eləyəcək. Deməli, nə oldu? Sərtlik cismin həndəsi ölçülərindən asılı oldu, bir də onun materialının növündən.